Axşamınız xeyirli olsun, hörmətli tamaşaçılar. Əsil Yapon keyfiyyətinin bariz nümunəsi Nissan avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motorsun təqdimatında idman xəbərlərini izləyirsiniz. İtaliya çempionatının 31-ci turu lider Juventus üçün uğursuz alınıb. Turinlilər səfərdə Napoliyə uduzub. A seriyasında 31-ci turun mərkəzi oyunu San Paulo'da Napoli-Juventus maçı. Qapı önünü asma, Callejon toxundu, top qapıdadır. Neapolluların gol sevinci. Pandev topladı, irəllədi, uzun ötürmə, Mertens sinəsi ilə saxladı. Turinlər mane olmağa çalışır, Mertens içəri girdi, zərbə, gol, 2-0 oldu. Napoli lider Juventus'u məğlub etdi. Həvəskar qarışıq döyüş növləri üzrə 6-cı Azərbaycan çempionatına yekun vurulub. 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş yarışda 15 komandadan 120 idmançı mübarizə aparıb. 31 Mart soyqırımı qurbanları idmançılar tərəfindən anıldı. Qarışıq döyüş növləri mərkəzi 6-cı Açıq Respublika çempionatını faciə qurbanlarına həsr etdi. Yarışda bölgələr üstünlük təşkil etməklə 15 komandadan 120 idmançı döyüşdü. Yarışımız getdikcə ildən ilə daha təşkilatlanır, daha çox iştirakçılar cəlb olunur. Respublikanın müxtəlif regionlarından, bölgələrindən həvəskarlar cəlb olunur. Biz bir təşkilat olaraq Dünya Qarışıq Döyüş Növləri Federasiyasının WMMA versiyası üzrə yeganə federasiyasıdır ki, rəsmi olaraq dünyada həvəskar MMA-nı inkişaf etdirir. 4 yaş kateqoriyası üzrə keçirilən yarışda yeniyetmələr və böyüklər mübarizə apardı. Ümumilikdə 10 çəki dərəcəsində qaliblər müəyyənləşdi. Komanda hesabında isə Qartal klubu 1-ci, Fight Club 2-ci, Sumqayıt isə 3-cü oldu. Qaliblər beynəlxalq yarışlara vəsiqə qazandılar. Bu Dünya Avropa yarışlarına böyük bir nəticə, böyük bir hazırlıq var. Bəli, hazırlaşırıq inşallah gələn ayda Avropa çempionatı və dünya çempionatlarına hazırlaşırıq. Ukraynanın məşhur futbolçularından Oleg Gusev ölümdən dönüb. Oyun zamanı rəqib qapısı ilə toqquşan Gusevi rəqib həmkarları həyata qaytarıb. Ukraynanın məşhur futbolçusu Oleg Gusev ölümdən döndü. Ukrayna çempionatının oyununda rəqib qapıcı ilə toqquşan Gusev huşunu itirib. 23-cü tur çərçivəsində Dneprlə Dinamo Kiyev qarşılaşıb. Oyunun 20-ci dəqiqəsində Gusev hücuma atılarkən onu qabaqlayan rəqib qapıcı Denis Boyko dizini də önə verərək topu götürüb. Bu zaman Gusev onun dizinə tuş gəlib və dərhal huşunu itirib. İlk olaraq köməyə rəqib futbolçu Jaba Kankava gəlib. O, əlini Gusevin ağzına salaraq dilinin qatlanmasına imkan verməyib. Roman Zazulyanın da köməyi ilə futbolçu özünə gəlib. Kadrda yardım edən hər iki futbolçunun dişlənən əllərinin ağrısından əziyyət çəkdikləri görünür. Amma buna baxmayaraq onlar Gusevin həyatını xilas etməyə nail olublar. Komandanın həkimi isə veteran futbolçunun 1-ci dərəcəli kəlləbeyin travması aldığını bildirib.